Havaların istiləşməsi ilə erməni revanşistlər də başlarını qaldırdılar. İrəvanın mərkəzi küçələri hər gün insanlarla doludur. Etirazçıların əsas məqsədi baş nazir Nikol Paşinyanı devirmək və hakimiyyətə ələ keçirməkdir. Müxalifət öz məqsədlərinə çatmaq üçün həmişə olduğu kimi Qarabağ ermənilərindən istifadə edir. Bu dəfə onlar İrəvanın mərkəzi meydanına toplaşıblar. Mitinqin əsas səbəbi kimi isə hakimiyyətin düzgün mövqe tutmadığı iddia edilir. Qarabağın bu vəziyyətə düşməsi sərxoş bir təlxəyin günahıdır. Siz parlamentdə onun çıxışlarına baxmısınız? O ruhi xəstədir. Bizə burada iş vermirlər. Bilən kimi biz Qarabağ ermənisiyik, bizə iş verməkdən imtina edirlər. Nikol deyir ki, Qarabağa qayıdış hərəkatını durdurmaq lazımdır. Bu hərəkatı o başladıb ki, o da durdursun. İndi durub bizi Azərbaycanla bağlayacağı sülh müqaviləsinin nağılını danışır. Sülh müqaviləsi ona görə Nikola lazımdır ki, ömürlük hakimiyyətdə qala bilsin. Qarabağ erməniləri yerli ermənilər tərəfindən birmənalı qarşılanmırlar. Demək olar ki, hal-hazırda ermənilər özləri iki yerə bölünüblər. Qarabağ və İrəvan erməniləri. Hər iki tərəf də bir-birini pisləyir və vəziyyətin bu dərəcəyə gəlib çatmasında bir-birlərini günahlandırırlar. Üzdə İrəvan ermənilərinin məqsədi güya Qarabağdan gəlmiş erməniləri öz dədə-baba yurtlarına qaytarmaq və arsaq dedikləri yerə yeni həyat bəxş etməkdir. Ancaq əslində isə onların Qarabağdan gəlmiş erməniləri görməyə gözləri yoxdur. Ona görə də əsas məqsəd Qarabağdan gəlmiş erməniləri bacardıqca tez bir zamanda İrəvandan rədd eləməkdir. Bir neçə xarici dövlətdən bizə maliyyə köməkliyi göstərilirdi. Paşinyanla arvadı bizə çatacaq pulları oğurlayıb öz borclarını bağladılar. Biz bilirik ki, Qarabağda vaxtı ilə yaxşı vəzifələr tutmuş bir çox erməninin İrəvanda böyük villaları və şəxsi biznesləri var. Bizim kimi kasıb təbəqə isə İrəvan küçələrində acından ölür. Əvvəllər heç olmasa yardım kimi qəpik quruş verirdilər. İndi onu da vermirlər. Alen Simonyan deyir ki, gərək qalıb sona kimi vuruşardınız. O özü də Ağdamda böyüyüb. Niyə gəlib bizimlə bərabər vuruşmurdu? Ona görə ki, Simonyan əsl qorxaqdır. Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları türk motoru, yəni türk mühərrik adlandırırlar. Başqa adla isə Türkatsas Hayi, yəni ermənilərin türk hibridi və ya sadəcə olaraq Pakstakan, yəni gəlmə adlandırırlar və bu sözə təhqiramiz məna da veriblər. Onlar hələ də şurtvata sözünü işlədirlər. Bəs bu söz nə deməkdir? Xəyanətkar, fırıldaqçı və əclaf. Beləliklə, Alen Simonyan və Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq. Elçin Şuşalı, Qafqaz TV.